Salam uşaqlar, müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsinin testlərinə baxırıq. Birinci, metallarda elektrik cərəyanı müqavimətin temperaturdan asılı ifrat keçiricilik bölməsindən başlayırıq. Sual 1. Hansı mühitdə sabit elektrik cərəyanı keçdikdə istilik ayrılmır? Hansı mühitdən sabit elektrik cərəyanı keçdikdə istilik miqdarı ayrılmır? Qaydalarda keçmişik, demişik ki, yalnız ifrat keçiricilərdə istilik ayrılmır. Deməli, doğru cavab olacaq Y variantı. Üçüncü sual. Metal naqilin T temperaturu hansı ifadə ilə təyin olunur? R0, 0 Selsidə naqilin müqaviməti, R verilmiş temperaturda naqilin müqaviməti, alfa temperaturu müqavimət əmsaldır. Bu hazır düsturdur. Demək, doğru cavab olacaq Y bəndi. Yəni, bu düsturdan çıxarılır. R bərabərdir. R0 bir topla alfa delta T. Buradan yəni delta T'ni təyin edirsiniz. Delta T'ni tapanda delta T'nin yanındakı kəmiyyətlər məxrəcə düşür. R0 da bura vurulduğu üçün R0 və alfa məxrəcdə olacaq və məchul toplananı tapırıq. Alfa delta T'ni tapmış oluruq. Bu da R çıxılsın R0 olacaq. 5-ci sual. Metalların xüsusi müqavimətinin temperaturdan asılı hansı ifadə ilə təyin olunur? Müqavimətlə xüsusi müqavimət eyni düsturla ifadə olunur. Doğru cavab olacaq D bəndi. 7-ci sual. Müqavimətin temperatur əmsalının vahidi alfa düsturunu yazaq və vahidi çıxaraq. Olacaq. Alfa bərabər R çıx R0 bölünsün R0 delta T. Buradan müqavimətin vahidi ohm. Yəni, yuxarıda müqavimətlər fərqidir. Vahidi ohm bölünsün 1 ohm, yenə R0'ın vahidi, bir də Kelvin. Ohmlar gedir 1 bölü Kelvin. Doğru cavab A bəndi olacaq. 9-cu sual. Hansı qrafik verilmiş materialdan hazırlanmış naqilin xüsusi müqavimətinin ən kəsəyin sahəsinin asılını ifadə edir? Biz bilirik ki, metallarda xüsusi müqavimət materialın növündən və temperaturdan asılıdır. Növdən və temperaturdan asılıdır. Asılı olduğu kəmiyyətlər. 11-ci sual. Sabit gərginlikdə metal naqilidəki cərəyan şiddətinin naqilin müqavimətindən asılı qrafiki I bərabərdir U bölü R. Gərginlik sabitdirsə, I R-dən tərs asılıdır. Doğru cavab olacaq D bəndi. 13. Metalın xüsusi müqavimətinin temperaturdan asılı. Xüsusi müqavimətin temperaturdan asılı metallar üçün R0 bir topla alfa delta T ifadəsi ilə təyin olunur. Burada doğru cavab müəyyən bir nöqtədən, yəni ρ0-dan başlayan düz xətt olacaq. Y bəndi. 15. Metal naqildə cərəyanın mövcud olmasını necə aşkar etmək olar? Deməli, metal naqildə elektrik cərəyanının mövcud olması. Metal naqildən cərəyan keçərkən istilik ayrılması müşahidə olunur. Bütün mühitlərdə maqnit təsiri var, amma kimyəvi təsir mayelərə aiddir. Ona görə doğru cavab olacaq 1 və 2. 17. Ardıcıl birləşdirilmiş 2 alüminium naqildən ardıcıl birləşmədə I sabitdir, cərəyan şiddəti yəni sabitdir. 2 alüminium naqildən cərəyan keçir. Əgər birinci naqilin diametri ikinci naqilin diametrinin 3 dəfə kiçikdirsə, deməli ikincinin diametri birincidən 3 dəfə çoxdur deyə bilərik onda. D2 3 dəfədir. İkincinin diametri birincidən 3 dəfə kiçikdirsə, ikinci naqilin. Onda birinci, burada diqqətli olaq, birincinin diametri ikincidən 3 dəfə böyük olacaq. D1, 3, D2. Belə yaza bilərik. Elektronların nizamlı hərəkətinin sürətini müqayisə edin. V1 bölü V2 nisbəti sual. Birinci düstur seçirik. I bərabərdir S, Y, V, N. Bunları birləşdirən düstur. S-i açıram PD kvadrat bölünsün 4 kimi. Çünki dairənin sayısı pi r kvadratdır. Oradan da R-in yerinə D bölü 2 qoyub kvadratı yüksəlsək belə bir fayda alırıq. Və sabitləri dairəyə alaraq pi sabit, 4 sabit, Y sabit, N sabit, konsentrasiya sabit, I də sabitdirsə, V ilə D kvadratı tərs asılı olacaq. Yəni, V1-in V2-yə D2 kvadratının D1 kvadratına nisbəti olacaq.
Mesela V1'in V2'ye nisbəti bərabərdir. D2'nin yerinə D2 qoyuram. D2 kvadrat. Amma D1 3 D2 verib. Ona qoyuram 9 D2 kvadrat. D2 kvadratlar ixtisar gedir. Qalır V1 bərabərdir. Və deməli V1 bərabərdir. Alıram. Daha doğrusu V2 bərabər 9 V1 alıram. Doğru cevap olacaq C bəndi. 19. En kesinin sahəsi S bərabərdir 1 kvadrat millimetr olan 1 kvadrat millimetr və sərbəst elektronların konsentrasiyası, yəni kiçik n bərabərdir 5, 10, 28 metr üstü mənfi olan naqildən axan cərəyan şiddəti, yəni I 8 amperdir. Elektronların istiqamətlənmiş hərəkət sürətini, yəni V-ni tapmaq lazımdır. Deməli, I-nin düsturunu bilirik. S, Y, V, N. Buradan isə V-ni təyin edirik. I bölünsün S, Y, N. I cərəyan şiddətidir, yəni 8 bölünsün 1 millimetr kvadratını kvadrat metrə keçirəm. Milli ons mənfi 3'dür. Onda kvadratı ons mənfi 6. Elektronun yükü 1,6 ons mənfi 19. En konsentrasiyamız ise 5 onsdur 28'dir. Gəlin ons ifadelərə baxaq birinci. Ons 6, ons mənfi 6, ons mənfi 19, ons mənfi 25. Ons mənfi 25'də ons 28 olanda ons 3 qalır. Ons 3'ü qaldıra bilərəm yuxarı mənfi 3 kimi. 1,6'nı 5'ə vururam. 8 edir. Yuxarıdakı 8'in ixtisar gedir. Yuxarıya çıxır. Buradakı ons müsbət 3 mənfi 3 kimi. Bu da ons mənfi 3 doğru cavab elə D bəndidir. 19 D. Davam edirik. 21. 21'de deyir ki, naqilin müqavimətin temperaturdan asılı qrafiki verilmiştir. Müqavimətin temperatur əmsalını hesablayın. Alfanın düsturunu yazıram. R çıx R0 bölünsün R0 delta T. Və gətirib yerinə qoyuruq. R götürürəm son müqaviməti. Üst götürək. Bax, məsələn, bu temperatura uyğun. Onsuz da alfa dəyişməz kəmiyyətdir. Götürürəm buranı 120. Son müqaviməti 120. Buradaki 0 Selsiyə uyğun müqaviməti 100. Bölək. R0'ımız 100. Vuraq delta T. Burada temperatur dəyişməmiz olacaq 200. Niyə? Baxın. 0 Selsiyə ilə buna uyğun temperatur, yəni bu nöqtəyə uyğun temperaturu götürürəm. Siz başqa rəqəmləri götürə bilərdiniz. Yox, götürsəydiniz, yəni dəqiq cavab olmazdı. Çünki burada kəsişmə nöqtəsi lazımdır dəqiq. Bizdə, məsələn, bu temperatura uyğun kəsişmə konkret olaraq bu nöqtədədir. 200. 120'dən 100 çıxıram 20. 20'ni də bölürəm 200. Vuraq 100'ə. Yəni ixtisarımı eləyirəm. Bundan bu ixtisar gedəcək. Qalacaq 1000-də 1. 0,1000-də 1. 1000-də 1. 2'nin üstü mənfi 1. Yəni doğru cavabımız olacaq C. 23. 23'də demək naqilin müqavimətinin temperaturdan asılı qrafiki verilmişdir. Müqavimətin temperatur əmsalını soruşur. Deməli, alfa bərabər dedik ki, düsturumuz R çıxılsın R0 bölünsün R0 delta T'dir. Buradan görünür ki, R çıx R0 ifadəsi fi bucağının qarşısındakı katetdir. R0 isə biçik katetdir. Qarşı katetin biçik katetə nisbəti bizə verir. Deməli, R çıx R0'ın bu qarşı katet də T'dir. Yəni, bax bu. Daha doğrusu biçik katet. Fi'nin qarşısındakı katet R çıx R0 fərqidir. Yəni, biz buranı R qəbul etsək, R çıx R0 fərqidir. Biçik katetimiz isə T'dir. Deməli, R çıx R0 böl T'ni götürüb, burada qeyd edə bilərik ki, bu Y oxunun üzərində durub. Y oxudur. Bu. Yəni, Y bu isə T X oxunun üzərindədir. Deməli, Y-in X-ə. Y-in X-ə nisbətdə bilirdik ki, riyaziyyatdan bizə verir tangens alfa. Deməli, tangens fi, yəni alfa deyil, burada fi'dir. Bölünsün R0 doğru cavab olacaq B bəndi. 25. Metal R rezistorunu qızdırsaq. Voltmetrlərin göstərişi necə dəyişər? Metallarda müqavimət temperaturdan asılı düsturu R0 bir topla alfa delta T'dir. Biz bunu qızdırırıqsa, yəni rezistor qızdırırıqsa, temperatur artıran kimi müqavimət artır. Bizdən soruşur ki, ümumi gərginlik sabitdir. O1, O2'ni tapın. Ardıcıl birləşmədir. O1 bərabər R1.
Deməli, birinci halda temperaturun artmasıyla müqavimət artır. Deməli, U1 artacaq. U1 artırsa, cəm U1 və U2'nin cəmidir. Çünki ardıcıl birləşdirmədir. Yəni, U ümumi bərabərdir U1 və U2'nin cəmi. U1 artırsa, U2 azalmalıdır ki, bu cəm sabit, burada göründüyü kimi sabit qala bilsin. Deməli, U1 artar, U2 azalar. V1 artar, V2 azalar. Doğru cavab Ən. 27-ci sual. Metal R rezistorunu müəyyən qədər qızdırsaq, voltmetr və ampermetrin göstərişi. Yəni, voltmetrlər soruşur, bir də ampermetr. Gəlin, baxaq. Bayaqki məsələyə oxşar məsələdir, amma burada bir əlavə olaraq ampermetr də soruşulur. Deməli, biz rezistoru qızdıranda, temperatur artıranda, müqavimətin temperaturdan asılılıq düsturuna əsasən deyə bilərik ki, temperatur artdıqca müqavimət artacaq. Müqavimət artırsa, U bərabərdir yer düsturuna görə, deməli, müqavimətin artması U1'in artması deməkdir. Yəni, V1 voltmetri artar. V1 artar variantlar, V1 artarsa, V2 mütləq şəkildə azalmalıdır ki, cəm dəyişməsin, bayaq dediyimiz bunu. U1 toplu U2'dir. Bu artır, cəm dəyişməməsi üçün U2 azalmalıdır. Deməli, artar, azalar variantlarımız ya A'dır, ya Y'dir. Ampermetr gəlin baxaq. Ampermetrdə deməli ümumi uz dəyişmədiyi üçün ampermetrin göstərişi ümumi i'ni göstərir. Yəni ümumi gələn cərəyan şiddətini və burada da gördüyünüz kimi rezistorla termistor ardıcıl birləşib və ardıcıl birləşmiş yəni müqavimətlər toplanır bildiyiniz kimi i bərabər olacaq. Daha doğrusu düsturu bircə dəqiqə düzəldək. I bərabər U bölü R yazmalıydıq. Deməli, I bərabər U bölünsün R1 topla R2. Ümumi gələn cərəyan şiddətinə baxırıq. Ümumi gərginlik sabitdir. Ampermetr dövrdən keçən ümumi cərəyan şiddətini ölçür. Əgər bizdə müqavimətlərdən biri artırsa, deməli, cəm artacaq. Cəm artırsa, ümumi artırsa, I azalacaq. Deməli, ampermetrin göstərişi azalacaq. Doğru cavab olacaq A bəndi. 27 A. Davam edirik. Deməli, 29. Burada yer düzəldək bir dəqiqə. 29. 0 Selsi temperaturda mis naqili müqaviməti. Gəlin biz bunu R0 götürək. Bilirik ki, 0 Selsiyə uyğun müqavimət R0 qəbul olunur. Demək, 60 ohmdur. 500 Selsi temperaturda T1 0 Selsi götürəcəm. T2'ni ise 500 Selsi götürürük. Temperaturda bu naqili müqaviməti sual. Hazır düsturu bilirik. R bərabərdir R0, 1 topla alfa delta T. Yerinə qoymaqla məsələni həll edərik. R0'ın yerinə 60, 1 üstə gələ alfa müqavimətin temperatur əmsalını 0,4 verib. Yazıram 1000-4, adi kəsrlə yazıram. Vurulsun delta T, yəni temperatur dəyişmənimiz 500 çıxılsın 0, yəni 500 alınacaq. Və buradan yerinə qoyuram. 500-lə 1000-i ixtisar edirəm 2, 4-lə 2 ixtisar gedir 2, 1-in üstə 2 gəlirəm 3, 60-ı da 3'ə vururam. 180 ohm olacaq. 31. Müəyyən müqavimətin naqilin uclarındakı gərginlik 4 dəfə artdıqda. Biz bilirik ki, artırsa, sonraki əvvəlkinin 4 misli olacaq. Cərəyan şiddəti bu zaman I2 bərabərdir. 0,6 amper artarsa, yəni I1 üstəgəl 0,6, cərəyan şiddətinin başlanğıc qiyməti soruşulur. Demək, düstur veririk. Müəyyən müqavimətli deyirsə, sabit götürürəm müqaviməti. Dövrə isə çoxum qanunu yazırıq. I bərabərdir U bölü R. R sabitdirsə, I U ilə düz asılıdır. Nisbət şəklində yazıram. I1-in I2-yə nisbəti bərabərdir elə U1-in U2-yə nisbətinə. I1'ə dəymirik. I2'nin yerinə I1 üstə gəl 0,6. U1'ə dəymirək. U2'nin yerinə isə 4U1. U1'lər ixtisar gedir. Qalır 4I1 bərabərdir. I1 üstə gəl 0,6. Buradan i'ləri yığırıq bir yerə. Olur 3I1 bərabərdir 0,6. I1 də bərabərdir 0,2 amper. Doğru cavab olacaq 0,2 amper. 33. Metal naqili müqaviməti 100 Selsi temperaturda yazıram T bərabər T1 100 Selsi temperaturda bunu R1 qəbul edək 28 ohmdur. 28 ohmdur.
T2 bərabərdir 200 Celsius temperaturda isə müqavimət neçə ohm olar? R2 bərabər sual alfa 0,4 qəbul olunacaq. Demək nə edirik? Burada bax bu 28 ohmu R0 qəbul etmirsiniz. R0 o zaman olur ki, o deməli 0 Celsius temperatur verilsin. Həmin o temperatura uyğun müqaviməti biz R0 qəbul edirik. R-in düsturunu bilirik. Bir dəfə R1 üçün yazıram. R0 1 topla alfa delta T. Bir dəfə R2 üçün yazıram. R0 1 topla alfa delta T2. Buradan R0'ı tapıb gətirib burada nəzərə ala bilərik. Və yaxud da tərəf-tərəfə bölmə üsulundan istifadə edə bilərik. Gəlin tərəf-tərəfə bölək. R1 bölünsün R2 bərabərdir. Bunların nisbətinə R0 1 topla alfa, burada T1 yazaq, delta T1, R0 bölünsün 1 topla alfa delta T2. R0'lar hər ikisində eynidir, qısar gedir, 0 Celsius temperatura uyğun müqaviməti qəbul edirik ona görə. Deməli, R1'in yerinə yazıram 28, hesablama artıq aparırıq, bölünsün R2, 1 üstə gələk, alfa mində 4, vuraq delta T1 100. Yəni, delta T1 nədir? 0 Celsius temperaturla 100 Celsius'ın fərqidir. O da necə? 100. 1 üstə gəlsin, yenə 0,4. Delta T2 isə yenə 0-dan 200 Celsius artıq temperatur, yəni 200 çıxılsın 0, 200 qəbul edəcəyik. 28 bölünsün R2 bərabərdir. 1'in üzərinə gəlirəm 0,8 eləyir, 1,8 başlayın 1,4. 1'in üzərinə gəlir 0,4 eləyir, 1,4 bölünsün. 1'in üzərinə 0,8, 1,8. Bununla ixtisar edirəm. Bir vergül sürüşdürürəm. Bu yana 0 gəlir bura. 20. Buradan da R2'ni tapıram. R2 də bərabərdir. 20 vur 1,8. O da eləyəcək 36 ohm.